Bir düstur, bir isbat və bir sual nümunəsi. Bu sualı həll edə bilmək üçün 2-də 1 ABC sinus alfa düsturundan istifadə edə bilərik. Amma bu düsturla keçəcək, biraz zamanda qazanacağıq. Gəlin görək bu düstur hardan çıxır. Bu balaca üçbucağın sahəsi aydındır ki, A vurulsun C sinus alfa bölünsün 2-dir. Böyük üçbucağın sahəsi isə A üstə yenilsin B vur C üstə D vurulsun yenə həmin tərəflər arasındakı bucağın sinusu bölünsün 2-dir. Bu düsturları biz tərəf-tərəfə bölsək, AC sinus alfa bölünsün 2, A üstə B, C üstə D sinus alfa. Burada sinus alfalar 2-lər gedəcək, qalacaq A vurulsun C bölünsün, A üstə B vur C üstə D. İndi gəlin bu düsturu sualımıza tətbiq edək, görək zamanda nə qədər qazanırıq. İndi baxıram ki, bu balaca üçbucağın bir tərəfi 1, böyük isə 6-dır. O zaman 1 bölünsün 6. Bu biri tərəfdən isə 3 bölünsün 6-dır. 3 bölünsün 6 oldu, 3 bölünsün 36. Yəni bu üçbucağın sahəsi böyük üçbucağın sahəsinin 36-da 3 hissəsidir. Böyük üçbucağın sahəsinə 36 S desəm, bu balaca üçbucağa 3 S qalacaq. Həmin məntiqlə davam edək. Baxaq bu kiçik üçbucağa 4 bölünsün 6, 4 bölü 6, vur 3 bölünsün 6, 3 bölü 6 oldu 12 bölü 36. Yəni bu üçbucağın sahəsi isə böyüyün sahəsinin 36-da 12 hissəsidir. O zaman burada 12S yaza bilərəm. İndi isə bu üçbucağa baxaq. 5 bölü 6, 5 bölü 6 vur, 2 bölü 6, 2 bölü 6 oldu 10 bölü 36. Yəni böyüyün sahəsinin 36-da 10 hissəsi. Bura 10S deyə bilərəm. Beləliklə böyük üçbucağın sahəsi 36S olduqda 13, 13 bu da 12, 25S bura qalacaq. Onda bu ortaya, yəni S1-ə nə qədər qalacaq? 36-dan 25 çıxanda qalır 11S. Yəni böyük kiçik ortadakı üçbucağın sahəsinin böyük üçbucağın sahəsinə nisbəti olur 36-da 11. Yəni sualın cavabı 36-da 11.